Xaricdən mobil telefon gətirmək istəyənlərin nəzərinə rüsumla bağlı bir xəbər diqqətinizə çatdıracağıq. Bugün 29 dekabr tarixidir. Belə ki, mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq və fiziki şəxslərin şəxsi istifadəsi üçün ölkəyə gətirilən bir ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq. Gündəm xəbər Qafqaz İnfoya istinadən məlumat verir ki, bunu Prezident İlham Əliyevin təsdiqlədiyi vergi məcəlləsi və dövlət rüsumu haqqında dəyişiklikdə bu öz əksini tapıb. Vergi məcəlləsinə edilən dəyişikliyə görə ölkəyə daxil edilən mobil cihazların hər bir ədədi üçün 20 manat aksiz vergisi tətbiq olunacaq. Fiziki şəxsin şəxsi istifadəsi üçün təqvim ili ərzində ölkəyə gətirilən bir ədəd mobil cihaz aksizdən azad olunacaq. Dövlət rüsumu haqqında qanuna edilən dəyişikliyə əsasən isə fiziki şəxslər tərəfindən bazar qiymətindən asılı olmayaraq təqvim ili ərzində ölkəyə gətirilən bir ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq. Hər il üçün mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiqlənəcək.